Endoprotez əməliyyatları icra edən, təbibin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin sayı 10-a çatıb. Artıq Sabunçu Tibb Mərkəzində də endoprotez əməliyyatlarının icrasına başlanılıb. Qeyd edək ki, endoprotez əməliyyatı zədələnmə, degenerativ və iltihabi xəstəliklər nəticəsində oynaqlarda yaranan dəyişikliklərin konservativ müalicə metodları ilə aradan qaldırıla bilmədiyi hallarda oynaqların tam və ya qismən süni protezlə əvəz olunmasıdır. Artıq Sabunçu Tibb Mərkəzində böyük oynaqların, yəni bud çanaq və diz oynaqlarının endoprotezləşməsi cərrahi əməliyyatına başlamışıq. İcbari tibbi sığorta ilə bu əməliyyatın icrasının mühüm əhəmiyyəti var. Çünki icbari tibbi sığortadan öncə bu əməliyyatın icrası böyük maddi vəsait tələb edirdi. Maddi vəsaitə əksər əhalinin əksər hissəsinin gücü çatmırdı. Bud sümüyü boynunun sınığı olan xəstələr bu əməliyyatın icrası üçün önəmli xəstələrdir. Əksər xəstələr bura gətirildiyi zaman bud sümüyü boynu sınığı diaqnozu ilə hər xəstəyə biz yatış verib əməliyyat icra edə bilmirdik. Çünki elə bir şərait yox idi bizdə. Artıq hər şərait qurulub.